Salam, hər vaxt xeyir. Bugün mən sizə 2026-2027-ci il 1-ci sinifə qəbul haqqında qısa video çarxı sizə göstərəcəm. Bunun üçün ilk növbədə nə etmək lazımdır? Şagird sistemindən qeydiyyatdan keçmək lazımdır. İlk növbədə Google axtarış sisteminə giririk. Yuxarıda axtarış bölməsində 1-ci sinifə sənəd qəbul sözünü yazırıq. Yazan zaman aşağı tərəfdə bizə belə linklər veriləcək. Bizə verilən fərq etməz birinci, ikinci link hansına siz daxil ola bilərsiniz. Daxil oluruq linkə. Sistem bizi avtomatik növbəti səhifəyə yönəldirəcək. Burada açılan səhifədə göy rəngdə yazılan məktəbə qəbul.edu.az portalının üzərinə sıxırıq. Sıxdıqdan sonra sistem bizi avtomatik növbəti səhifəyə yönəldirəcək. Baxın, bunun üzərinə sıxırıq. Sistem bizi avtomatik növbəti səhifəyə yönəldirəcək. Bu səhifə isə ümumi təhsil məktəblərin lisey və gimnaziya olan 1-ci sinifə elektron sənəd qəbul sistemidir. Yenə bunun üzərindən sıxırıq. Sistem bizi növbəti səhifəyə yönəldirəcək. Bu səhifədə isə valideyn öz qeydiyyatını aparmalıdır. Əgər Azərbaycan Respublikası vətəndaşıdırsa, MyGov vasitəsilə bura daxil olur bu linkə. Xarici ölkə vətəndaşıdırsa və yaxud da müvəqqəti daimi yaşama icazəsi varsa bu linkə daxil olur. Digər vəsiqələri, yəni DMX tərəfindən verilən qaçqın vərəqəsi varsa bura daxil olur. Və yaxud da xarici ölkə vətəndaşısa bura daxil olur. Yəni buradan istənilən sizə uyğun linki seçib daxil ola bilərsiniz. Deyək ki, mən MyGov vasitəsilə daxil oldum. Sistem bizi göndərir növbəti səhifəyə. Burada digər üsullarla yazılmış yerə daxil oluruq. Baxın, digər üsullarla yazılmış yerə daxil oluruq. Burada sizə uyğun olan bölümə seçə bilərsiniz. Sima imza ilə, asan imza ilə, Sima Tekon elektron imza ilə, fərdi identifikasiya nömrəsi ilə və yaxud da elektron imza ilə daxil ola bilərsiniz. Mən FinCode ilə daxil olacam, yəni identifikasiya nömrəsi ilə daxil olacam. Sistem bizi avtomatik növbəti səhifəyə yönəldir. Burada FinCodunuzu yuxarı hissəyə, bu hissəyə qeyd edirsiniz. FinCoda yerləşdiyiniz şifrəni bu hissəyə qeyd edirsiniz. Davam et düyməsini sıxırsınız. Yəni daxil ol düyməsini sıxırsınız. Siz fərq etməz, Sima imza ilə daxil ola bilərsiniz, asan imza ilə daxil ola bilərsiniz. Yəni buradan verilən istənilən link vasitəsilə daxil ola bilərsiniz. Yəni bu verilən linklər giriş sistemidir, giriş linklərdir. Demək ki, daxil oldunuz. Daxil olduqdan sonra sistem bizi avtomatik növbəti səhifəyə yönəldəcək. Burada aşağı tərəfdə uşağın qeydiyyatını keçmək. Bax, bu əraziyə daxil olursunuz. Bu linkə daxil olursunuz. Daxil oldu, sistem avtomatik bizi növbəti səhifəyə yönəldəcək. Burada uşağı ilk növbədə qeydiyyatdan keçmək lazımdır. Onu da qeyd edeyim ki, may ayının 6-sı saat 15:10-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirmək prosesi başlanacaq. Yəni, may ayının 6-sı saat 3-dən sonra uşağı məktəbə qeydiyyatdan keçmək olar. Hələ ilk növbədə biz etdiyimiz proses uşağı qeydiyyatdan keçmək yox, uşağın məlumatlarını sistemə yerləşdirməkdir. Deyək ki, biz uşağı qeydiyyatdan yazılan yerə daxil olduq, sistem bizi avtomatik növbəti səhifəyə yönəldirəcək. Burada bizə lazım olan bəndlər verilir, sizə uyğun olan bəndləri seçirsiniz. Baxın, birinci yazılan yerdə daxil olsa, sizə uyğun bəndi seçirsiniz. Əgər xarici vətəndaşsa və yaxud da Azərbaycan Respublikası vətəndaşsa və yaxud da daimi və yaxud da müvəqqəti yaşama icazəsi varsa, sizə uyğun olan bəndi seçdiniz və növbəti dəfə şagirdin FinCodunu daxil edirsiniz bura. Doğum tarixini qeyd edirsiniz. Qohumluq dərəcəsini bura qeyd edirsiniz. Valideyn isə valideyn qohumluq dərəcəsini seçirsiniz. Qanuni nümayəndə isə qanuni nümayəndəni seçirsiniz. Deyək ki, seçdiniz. Seçdikdən sonra burada sağda, aşağıda irəli düyməsi var. Bunun üzərindən sıxırıq. Sıxdıqdan sonra sistem bizi növbəti səhifəyə yönəldəcək. Burada uşağın məlumatlarının düzgün olub olmadığını yoxlayırsınız. Yəni aşağıda bir daha yoxla düyməsini sıxırsınız. Əgər məlumatlar düzgünsə də heç bir çətinlik olmayacaq. Sistem sizə avtomatik bu səhifəyə yönəldəcək və məlumatları düzgünlüyü yoxladıqdan sonra məlumatların düzgünlüyünü daxil etdiyini təsdiq edin. Baxın, bu hissədə məlumatların düzgünlüyünü daxil etdiyini təsdiq edən düyməsini sıxırsınız. Sıxdıqdan sonra sistem bizi növbəti səhifəyə yönəldəcək və budur. Uşağınızın qeydiyyatı prosesi demək olar ki, yekunlaşdı. İstəyirsiniz məlumatlardan baxmaq üçün burada daha ətraflı deyilən bir yer var. Baxın, daha ətraflı yazılan yerə daxil olursunuz. Uşağın məlumatları burada kiçik olunur.
düzgünlüyünü yoxlayırsınız. Əgər məlumatlar dəyişirsə, məlumatları yenilə düyməsini sıxırsınız. Məlumatlar yenilə düyməsini sıxdıqdan sonra, əgər məlumatlar düzgünsə, bu qədər. Məlumatlar düzgünsə də artıq heç nə etməyə ehtiyac yoxdur. Sadəcə gözləmək qalır. May ayının 6-sı saat 3-dən sonra məktəb seçiminə başlamaq olar. Bu qədər. Sağ olun, çox sağ olun.